Həqiqət. Kamil insan kimdir həyatda? Mənəvi gözəlliyin ölçüsü varmı? Hədsiz dərəcədə mürəkkəb olan bir varlıqda kamillik axtarmaq lazımdırmı? Kamilliyə hansı yol aparır? Xaqaninin bu suallara dair öz möhkəm qənaəti, etiqadı vardır. Bu, şairin bir şəxsiyyət kimi bütöv və qüdrətli olduğuna dəlalət edir. Kamilliyin yolu həqiqətdir. Həqiqət yolunun yolçuları əsil mənəvi şahlar, xaqanlardır. Həqiqət yoluyla gedənlər ki var, yoxsulluq taxtında padşahlardır. Bu yol yoxuşlu, əzablı, əşəkkətli yoldur. Həmin yolun yolçusu özü üzərində qələbə çalmış şəxsdir. Bu nailiyyət insanın nəfs, tamah üzərində qələbəsindən başlayır. İki cür şahlar olub dünyada, taclı və tacsız. Birincilərə tabe olmamaq, öz ləyaqətini qorumaq üçün yoxsulluq taxtında əyləşməlisən. Yoxsulluqda taparsan əbədilik nəqşini. Ondan başqa nə varsa dünyada puçdur, inan. Öz üzərində qələbənin digər mərhələsi, mənəvi aləmi naqis hisslərdən təmizləyib paklaşdırmaq, işıqlandırmaq, günəşləndirməkdir. Nəyə lazım balıq tək zahiri pullu, içi bomboş? Sədəf ol ki, üzün sadə ola, qəlbin göhər kanı. Qəlbi göhər kanı olanlarda günəş misli hümmət var. Hümmət sahibi önündə it kimi çöktürə bilər aslanı. Ağıl onun tacı, fikir və ilham isə xəzinəsidir. Kamillik səadəti əbədi şagirdlik tələb edir. Hümmət məktəbinin ən böyük müəllimi könüldür. Könül məktəbinə hamını qəbul etmirlər. Burada təmiz və coşqun ehtiras, təlatümlü mənəvi aləm sahibləri dərs alırlar. Deyil, bu məktəbə layiq o kəs ki, dalğası yoxdur. Onun dörd tufanı ilə cuşa gəlməz cismi ərkanı. Ürəyin müəllimliyi ali müəllimlikdir. Könül müəllimliyi müdriklik elmi öyrədir. O insan ki dözüb dərdə, baş əyməz mərdanə, namərdə. Onu diz çöktürə bilməz tutan 450 dünyanı. Dünyanı 450 tutandan könül məktəbinin tələbəsi çıxmaz. Çünki könül təmiz sudur, murdarlıq götürməz. Dünyadan 450 yapışan isə öz nəfsi üçün hər cür murdarlığa gedər. Könül dərsi iradə taxtında əyləşər. İradə şahının getdim öpən bir gün ayağından. Məni taxta çıxartdı, söylədi, öz mənzilin tanı. İradə taxtında əyləşənlər mənəvi zirvəyə qalxırlar. Həqiqəti dərk etmək üçün kamil insan olmalısan. Həqiqət xalislərin, yalan naqislərin payına düşür.